93-cü ildə Havax ermənilərlə müharibə olmuşdu. Belə bir məsələ yoxdur ki, əskəri kimsə döyəydi, işgəncə olardı, ya zabit əskərə əl qaldırardı. Zabitlə əskər o qədər böyük də fərq yoxdur. Onlar bir-birinin çiyin-çiyinə ermənilər qarşı vuruşurdular. Ancaq axırıncı demək olar ki, yəqin 10 ildən çox. Hər ay, hər 2 ay belə bir məlumat gəlir ki, Azərbaycan orduda, harada ki, demək olar ki, əksəriyyəti Azərbaycanlıdır. Əskərləri Nazirliyin tərəfindən yaradılmış qeyri-hökumət təşkilatları bəyanat verirlər ki, deməli, istefada olan zabitlər, hansı ki, ordunun problemini qaldırır, ordu problemləri ilə əlaqədar ordu rəhbərinə öz iradlarını bildirir. Bunu deməli, orduya qarşı olan təxribat kimi qiymətləndirir və bəyan ediblər ki, həmin zabitlər deməli, rütbələri əlindən alınsın. Hansı ki, heç bir qanunvericiliyi yox. İstefada olan zabitin sənin yaxdiyatı var. Demək ki, bu evladı 13 yanvar 2012-ci ildə hərbiyə yola salmışam. Demək, 11-i, 8-i, 9-u, 11-i o monitorumda olur. O, əhvalat etmə məhkəmənin bu qərarda göstərmək. Demək, olur, 11-də gəlir. Gələndən sonra uşaq zəng edib ki, anasına, mən gəlmişəm monitorumla. İndi məni böyle çağırır, mən oraya gedirəm. Sonra sizə zəng vuraram. Demək, 11-i axşamı uşağı gətirə yetiriblər. Onun üçün də zəng vururlar mənim oğluma ki, qardaşım hərbi hissədən qaçır. Mənim oğlum da maraqlanır, gəlir orada, gələn tapır meyvanları bər, səhər 6-da uşağı gətirib, öldürüb, gətirib Vasıf da meydini gətirib saldata göstəriblər ki, hə, bax, bu burada Nasif, oğluma da göstərməyiblər. Oğluma aparıb vardasa bunu o yürüyən yerdə göstəriblər ki, bax, qardaşın ürəyini səhmi, oranın hərbi prokuroru deyib, ürəyini səhmi, böyle gəl, baxın, bu sənin qardaşındır, o özünü intihar eləmişdir. O intihar eləməz. Bu evlat mənimdirsə, onu 18 yaşında mən çatdırıb Azərbaycan xalqına evlatlığa vermişimsə, heç vaxt o evlat özünü asa bilməz. 2000-ci ildə elə bir pikatda gəlib çatır ki, Səfər Əliyevin buna görə istefası, buna görə işdən çıxarılması gözləyir. 2000-ci ildə həmin o məsələnin üstündən artıq 13-cü ildir keçir. 13-cü ildir keçir. Deməli, 2000-ci ilin avqust ayında Olaylar qəzetində yazılan bir məlumat var. Mən onu gətirərəm, onu göstərərəm sizə. Deməli, əskər ölümləri ilə alaqlar. Deməli, o vaxtdan ölçü götürülmədiyinə görə, o büyüyünə qədər... Bir nəfəri də məhkəməyə vermədi. Bir nəfəri ordu rəhbərliyinə, gözün üstə qaşını var deyən yoxdur. Məsuliyyətdən qalır kənarda. Ona görə də məsuliyyətsizlik yaranır. Ona görə də bu hal baş verir. Hər il orta hesabına artıq 100-ə gəlir.